Heç elə olub ki, mağazaya girmişsiniz, tutaq ki, adını heç anlamamısınız ki, bu nədir ki, yəni mağaza ola bilər, vitrində qeyd olunan məhsulu görürsünüz, amma adı sizə anlaşılmaz gəlir. Əlbəttə ki, elə mağazalar var ki, orada baxırsınız ki, tutaq ki, o ad mən olmayım, bir başqa qeyri bir Bakı sakini olsun, Azərbaycanlı olsun, ora girəndə onu anlamaya bilər. Çünki yazılar fərqli dildə olur və yaxud fərqli adlar olur. O hansı anlamda, bəzən heç dükkan sahibləri özləri də bilmir ki, o hansı nədir, o yazdıqları nədir. Başa düşürsünüz? Öz dilimizdə olsun. Bəli. Münasibətiniz üçün ümumiyyətlə olubmu ki, bir mağazaya girmişsiniz, heç bilməmişsiniz ki, adın mənası nədir? Bilməmişəm, bəli, olub. Öz dilimiz hamısından yaxşıdır. Küçələrdə gördüyünüz reklam lövhələri, vitrin yazıları, mağaza adları təkcə bir reklam daşıyıcısı deyil. Eyni zamanda ictimai dilin norma və qaydalarının həm qorunması, həm də təbliğatı baxımından mühüm rol oynayır. Amma müşahidələrimiz onu göstərir ki, bu qayda və qanunlara heç də bəzi küçələrdə riayət olunmur. Bu isə öz-özlüyündə ciddi narahatlıq doğurur. Müşahidə edilən dil xətaları, lüzumsuz xarici söz istifadəsi və qrammatik səhvlər dil mühitinə birbaşa təsir edir. Bəzi reklam lövhələrində Azərbaycan əlifbasının ə, ğı, ı, ö, ü kimi səcəvi hərflərinin istifadə edilməməsi, sözlərin ingilis və ya rus dilində təqdim olunması, yaxud yerli dildə anlaşılmaz və sintaktik baxımdan qüsurlu ifadələrin işlədilməsi diqqət çəkir. Mütəxəssislərin sözlərinə görə bu həm dil normalarına ziddir, həm də Azərbaycan dilinin ictimai məkanlarda ikinci planda qalmasına səbəb olur. Xüsusilə diqqət yetirmək lazımdır. Hərf səhvləri ilə çox var. Yəni o səhvləri aradan qaldırmaq lazımdır. Yəni tərəfdarsan ki, Azərbaycan dilində qeyd olsun hər şey. Bəli. Hər şeyin Azərbaycanda olmağın tərəfdarıyıq. Başqa dildə yazırlar. Öz dilimizdə yazsalar daha yaxşı olar. Başqa dildə niyə yazırsan? Başqa millət sənin dilində olan mağazaları qoyur, sən də ona qoyursan. Tərəfdarsınız ki, Azərbaycan dilində yazılsın. Əlbəttə öz dilimizdə yazılsın. Düşünürəm ki, kreativ adlardırsa, niyə də olmasın? Amma əgər bəli, çoxluq başa düşmürsə, bəli, qabağında tərcüməsi ola bilər. Azərbaycan Respublikasının dövlət dili haqqında qanununa əsasən bütün reklam materialları, elanlar və lövhələr dövlət dilində, yəni Azərbaycan dilində və düzgün şəkildə hazırlanmalıdır. Həmin qanunun 7-ci maddəsinə görə xarici dildə təqdim olunan istənilən reklam materialının mütləq Azərbaycan dilində tərcüməsi də olmalıdır. Azərbaycan dili bizim dövlətçilimizin əsas atributlarından biri kimi inkişaf etdirilir. Məhz buna görə də Cənab Prezident həm Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində, həm də öz müsahibəsində, 5 yanvar müsahibəsində bu məsələni xüsusilə gündəmə gətirdi. Bu təsadüfi deyildi. Bu, Azərbaycan dilinin bütün istiqamətlərdə inkişaf etdirilməlidir və bu baxımdan Azərbaycan dilinin saflığının qorunması, Azərbaycan dilinin müxtəlif sahələrdə tədqiqatının genişləndirilməsi qarşıda duran ən vacib məsələlərdən biridir. Eyni zamanda reklam haqqında qanun da dil normalarının qorunmasını və ictimai məkanlarda istifadə olunan yazıların ədəbi dilə uyğunluğunu zəruri hesab edir. İlk olaraq eskiz hazırlanmalıdır, daha sonra bu eskiz müvafiq dövlət qurumuna təqdim olunmalıdır və yalnız rəsmi təsdiq aldıqdan sonra reklam istehsal edilməlidir və yerləşdirilməlidir. Buradan mübahisə yaradan əsas məsələ beynəlxalq brendlərlə bağlıdır. Yəni digər sahibkarlar haqlı olaraq bəzən icraat bildirirlər ki, nəyə görə bizdən tələb olunur bu reklamın belə olması, dil qaydalarına uyğun olması. Amma filan brendin adında W hərfi var və yaxud da digər xarici əlifbada olan hərflər var ki, onlar Azərbaycan dilinə uyğunlaşdırılmayıb. Yəni Azərbaycan dilində versiyaları yazılmayıb və yerləşdirilməyibdir. Bu da Azərbaycan dilinin qanunlarına, qaydalarına uyğunlaşdırılmadığına görə müəyyən narazılıqlar yarada bilir. Halbuki reklam haqqında qanunda açıq şəkildə göstərilir ki, reklamda Azərbaycan dili əsasdır və yalnız bununla yanaşı digər dillərdən istifadə oluna bilər. Nəticə etibarilə nə olur? Mexanizmlər mövcud olsa da real həyatda sifarişçi gəlir, sifarişini verir və israr eləyir ki, reklam bu formada olsun. Reklam istehsalçısı da tövsiyə verməkdən başqa yolu yoxdur. Açığın desək, bu məsələdə prinsipial mövqe nümayiş etdirən reklam şirkətləri də barmaqla sayılacaq qədərdir. Reklam lövhələrində adların seçilməsi ilə bağlı icazələrin hansı səviyyədə verilməsi məsələsinə gəldikdə isə, bu halda xarici dildə olan mətn Azərbaycan dilində olan mətndən sonra gəlməlidir və xarici dildə olan mətnin ölçüləri Azərbaycan dilində olan mətnin ölçülərindən böyük ola bilməz. Bu, qanunun tələbidir. Yəni, sahibkarlar bilməlidirlər ki, ümumiyyətlə açıq məkanda obyektlərin üzərində reklam yerləşdirməzdən əvvəl
ilk əvvəl Dövlət Reklam Agentliyindən icazə alınmalıdır. Və icazə alınarkən təbii ki, burada dövlət dilinin qorunması normalarına baxılır. Əgər qanunvericiliyin tələbləri pozulmadığı halda həmin reklamların yayımına icazə verilir. Biz hazırda Əqli Mülkiyyət Agentliyi ilə birgə işçi qrupu yaratmışıq və bu işçi qrup sahibkarların dövlət dilinin qorunması ilə bağlı maarifləndirilməsi istiqamətində tədbirlər planı hazırlayır. Eyni zamanda Dövlət Reklam Agentliyi olaraq açıq məkandakı reklamlarda dövlət dilinin təşviqi ilə bağlı tərəfimizdən kampaniyalar daha da gücləndirilib və bu istiqamətdə sahibkarların maarifləndirilməsi işi tərəfimizdən davam etdirilir. Digər maraqlı məqam ondan ibarətdir ki, Reklam Agentliyinin rəsmi internet səhifəsində ictimai nəzarət platforması da yaradılıb. Bununla hər bir vətəndaş reklamda qanunvericiliyin tələblərinin pozulması halı ilə qarşılaşarsa, platforma vasitəsilə məlumatları agentliyə ötürə biləcək. Unutmamalıyıq ki, küçə reklamları yalnız kommersiya məqsədi daşımır. Eyni zamanda cəmiyyətin dil və estetik şuuruna təsir edən vacib ünsürlərdəndir. Azərbaycan dili dövlətimizin simvollarından biridir və onun küçə reklamlarında da qorunması həm hüquqi, həm də mənəvi borcdur. Bir sözlə, hər bir vətəndaş və sahibkar bu məsələdə məsuliyyətli davranmalı, ana dilimizin saflığını və gücünü ictimai mühitdə də təmin etməlidir. Zeynəb Müzəffərli, Əhməd Mahmudov, Real.